destek verin de hadi işlersen. Biraz tez olun. Evet. 193. sayfada bir seyrin zamana göre değişmesi. Yaxşı, məlumat verin. Əvvəlcə indiki zamanda keçmişdə və ya gələcəkdə icra oluna bilər. Bundan asılı olaraq sözün forması dəyişir. Yəni o, zaman çəkilişləri qəbul edir. Keçmiş zaman, dünən Evden qatarla Bakıya getdi. İndiki zaman, Evden qatarla Bakıya gedir. Gələcək zaman, sabah Evden qatarla Bakıya gedir. Bakır adını istəməli. Sözün indiki zaman formasını yaradan şəkildirən ır-qatır, il gəlir, ur qorxur, ür gülür. Çeyrek çözülmüş zaman formasını yaradan şəkildirən dır qaçdı, dır gəldi, dur qorxdu, dır gülür. Yaşalardan devam etsin. Çeyrek gələcək formasındakı yaradan şəkildirən azad qatılacaq, ədə gələcək. Şimdi burada belə bir nəticə çıxır ki, feilin indiki zaman hərəkətlərin deməli indiki zamanda baş verməsi zamanı cavab verir. İşte hansı şəkillərdə istifadə olunur? Ir, il, ur, ür şəkillərində istifadə olunur. Sonra bəs keçmiş zamanda olması zaman sonra şəkillərində istifadə verir. Ir, il, ur, ür. Bəs gələcək zamanda olmaz? Azad edəcək şəkillərində düzəlir. İndi uşaqlar bu tədqiqatı aparmaq üçün, sualımıza cavab axtarmaq üçün mən sizə iş vərəqlər. Bax, bu öyrəndiyiniz məlumat iş vərəqlərinin kitabını yerinə getirir. Tapşırığı elə iş vərəqlərinin altın değiş rahatlıyor, cevapları alır. Gereklerini aldın rahatlıyor. Aklımlar tam takipçiymiş. Altında at koyun, yazmağa atalım. Bir daha. Takipçiye əməl etdiklərini qəbul etmək olar, nədir mələr? Takipçiye əməl etməyə görə aşağı qiymətlərini yazırlar. Kim olursa sonra kodluyor. Bunu kodluyalım. Yok, bu əməkdaşlar. Buna göre beş alırlar. Haklı, biraz daha üstünler, evet biraz. Ekranda kıymetini yazacağım. Əməkdaşlığı yedebilirsiniz. Birbirinizin sözü birbirinizin boğazına keçir. Səsini çəkən var, gruplarda səsini çəkən var. Evet. Ne var dikkatli olacak, kabul verin. Sonra bize yardımcı kalın. Atma. Başa düşürsünüz ya mı? Öyle böyle son üzerinde çekenler de mükemmel. Şey yaptık, bu emektarlığı edebilir. Hangi mükemmel? Emektarlığı edebilirler. Değil. Çok iyi, çok iyi. Böyle çıkmış oluyor. Bir bardak.
Süren var. Şekilcileri ve sualı kaydetme yazan. Hani bunu altın koyup alacağız. Yazabilirsiniz. Neresi yazsın? Bir başını geciktirin. Ağaç yoluna gözlesin. Yuvarlı. Yetkenlerin kıymeti aşağı olur. Oğlum yönetmendirleri. Şəkillərdə gördüyünüz əşyaların hərəkətlərini fe'lin məhdər formasında işlədir. Şəkilçilərini və sualında yazın. Məhdər formasında gəlin bunları işlədir. Üzmək, otlamaq, yazmaq, qaçmaq, dırmaşmaq, şənlənmək, oynamaq. Şekilçilerinde. Şəkilçiləri mağməd. Məhdər formanın şəkilçiləri mağməd. Sualı nə etməkdir? Bir tane əlavə edə bilərsən, sən yapılmış olamaz. İndiki zamanda işlətin. Şəkilləri və sualını yazın. Gəlin bunları indiki zamanda işlətək. Siz diqqətiniz. Qadınlar xalça toxuyur. Nədir xalça toxuyur? Bunların şəkilləri qur, Nigar kompüterdə işləyir. Nədir işləyir? Lalə ağlayır. Nədir ağlayır? Nigar və İlhamə top bişirir. Nə edirlər? Bişirirlər. Uşaq fikirləşir. Nə edir? Fikirləşir. Uşaqlar şahmat oynayırlar. Nə oynayırlar? Şahmat oynayırlar. Nə edirlər? Sualını yazır. Ördəklər üzdü. Leyla balıq tutdu. Ümid yazı yazdı. Zibirlər su içdi. Zürafə ot yedi. İndi gəlin biz bunlara keçmiş zaman. Şəkillərini Zürafə ot yedi. Ne etdi? Üzdü. Ne etdi? Ne etdi? Su içti. Bunlar ne etti? Ot yedi. Bunlar şekilleri kabul edir. Ne etti? Suallar. Bana sağlık verir. Al. Gel gördüğünüz Şəkillərdə gördüyünüz əşyaların hərəkətlərini gələcək zamanda işlədin. Şəkilçilərini və sualını yazın. Quşlar uçacaq. Acaq onun şəkilçisidir. Nə edəcək? Uçacaq. Qız gülləri sulayacaq. O da acaqdır. Nə edəcək? Sulayacaq. Ümid dərs oxuyacaq. Şəkilçisi acaq. Nə edəcək? Oxuyacaq. Nərgiz piyanino çalacaq. Şəkilçisi acaq. Nə edəcək? Çalacaq. Səmar güləcək. Şəkilçisi əcək. Nə edəcək? Çalacaq. Güləcək. Quşlar civildəşəcək. Şəkilçisi əcək. Nə edəcək? Civildəşəcək. Hansı grubun işi daha yüksek kıymetlendirirler? İnşallah. Hansı grubun işine tam razı kaldı? Hansı? Kalıncı görmezsin? Evet. Dördüncü grup. Sonra kimin hansı olarak söyleyebilir? Dördüncü grup. Ya birinci grupta yapacağız. Değil. Birinci grupta su yapsın. Kim cevap vermişti? Ayşe. Birinci grup yaptı. Ben ikinci grup, ikinci grup. Şimdi bir dersek var. Halkındaydı uşağım. Kafa bildi, diye bildi. Birinci grupta da bir virgül var idi. İkinci grupta da kalanlar hamısı düz cevap verdiler. Yaxşı. Əyləşin yoldaşlar, əyləşin yerlərinizə.
bu tədqiqat sualımızın cavabını aparın. Burada nələrə rast gəldik? Deməli, feillər keçmiş zamanda, indiki zamanda, bir də gələcək zamanda işləri. Biz orada birinci qrup çalışımızda məstər formasını təqdim etdik. Bilirsiniz ki, feilin məstər forması nədir? Feilin ilkin başlanğıc forması adlanır. Qalan sonra o bir zamanlara görə dəyişir Allah. Birinci qrupda bunu elan etmezler. İkinci grup, bu grupta biraz ləylik vardı. Qalan hər şey yerindeydi. Alkışlayan bir de yoldaşlarımızı cevabını tapmaq üçün, bizə təqdim olunan sualın cevabını tapmaq üçün biz deyildik geçiyoruz. Hayır bakın. Hansı bəsdir sıx verir keçmiş zamanda imkan forması? Bu sizi artıq təsdiq etməyə ait olur. Baxın, sizin qabiliyyətinizi göstərecək ki, bu dərsi necə başa düşürsünüz? A bəndi tutmadı, B bəndi tutmadı, C bəndi Cevabı kim aktarar? Cale de görün. B bəndi tutmadı. Düzgün cevap, D bəndi. Cevap düzdür. İkinci sualı kim aktarar? Kim? Bak görün. İşte bir anda görün ikinci sual. Hamımız işleyin ha, sırada Bu kalmışız. feili hansı bənddə indiki zamanda imkan formasındadır? A bəndə oxuyur, B bəndə oxumur, C bəndə oxumayacaq. Kim düzgün cevap aktarar? Düzgün cevap, ha, şimdi soru kim diyor? Hadi görün. Düzgün cavab oxumur. Hansıdır? B bəndə. Ama düzgün cevap. Kedədir. Üçüncü sual bir Üçüncü sual. Bugün alim okur. Erzurum Çalışma Ekresinde bu. Feili hansı bənddə gələcək zamanda təsdiq formasındadır? Örtəcək, örtməyəcək, örtmür. Düzgün cevabı kim aktar? Kim? Revanda görün düzgün cevabı. Örtəcək. Düzgün cevap. Bəli. Tamam. Dördüncü sual. Dur görün. Ayşe. Kimde orada? C bəndi uzaqdan ayaq səsləri eşidilirdi. Zaten ayak sesleri eşitlik. Kim irade? C bəndi. Düzgün cavab. Sualın düzgün cavabı B bəndidir. Ne Həkim xəstəni yoxlayır. Həkim sesleri iki zamanda işlenmişti. Yaxşı, Ümit dur beşinci sual okursun. Ümit. Beşinci sual. Hansı cümlədə fiil keçmiş zamanda işlənmişdir? A bəndə anam xörək bişirdi. B bəndə erkən kitab oxuyur. C bəndə nənəm sabah sizə gələcək. Düzgün cevabı kim aktarar? Özür dileyebilir. A bəndə anam xörək bişirdi. Ay sağ ol. Yaxşı, algıça yolda sarsın. Buna göre ortalığı ikinci alıyor. Beşinci sualı kim? Hareket bildiren sözler ne idi, ne itti, ne edecek? Suallarında birine cevap vermeli olur. Hadiseler deməli baş verdiğine göre, ya daha doğrusu siz cevabınız ona. De görüm, Eva, de görüm. Hərəkət bildirən sözləri indiki zamanda baş verirsə, ona görə nə etdiyini edəcək. Tələsin. Hadisələrin müxtəlif zamanlarda baş verdiğine göre. Hansı zamanlarda baş verir? Şey. İndiki zaman, keçmiş zaman, gələcək. İndiki zaman, geçmiş zaman, gelecek zaman. İleri feilin bunda neçə zaman olur? Siz bir şey neçə, mesleğe göre? 3 zaman olur. Yani indiki zaman hangi şekilde kabul etti? Ne? Yok, bunlar maksada başlamış. Şunu bir çekmiş, onlar qəti gələcək, bunlar yaxşı, sonra bir görəcək, ha? İl, bu, yaxşı, sualı və hansıydı? De görün. Yok, tələsmə. İl, bu şəkilçiləri. Bəs indiki zamanın sualı nə oldu? Ümid de görün. Ne edir? İndiki zaman hansı oldu şəkilçiləri? Bunu de görünən də, biraz da kalma. Ne edir sualını cevabı? Ben geçmiş zaman şekilçilerimizi sayılır yani. Sualını da görün. Sen ne oldu? Olmadı ki bu. Kim diye sualım? Şaşsın, değil. Ne et? Ne etti? Geçmişte başlıyor daha. Ben şimdi gelecek zaman şekilde sen onu gelecek. Sualı? Ay son ne? Aydın bu dersamızda yaxşı, ilgi təsdiq etməni qalacaqlar. Sizə tapşırıqlar verəcəm. Açın çalışma dəftərlərini. Çalışma dəftərlərini açın.
Verilən tapşırığı, sağ ol. Burada da